Salam, hər vaxtınız xeyir olsun əziz MİQ və sertifikasiya hazırlaşan müəllimlər. Müəllimlər, bugün sizə 3x3 basketbolda overtime haqqında, yəni sırf yalnızca overtime haqqında bir dənə heç birinizin bilmədiyiniz və çaşdırıcı bir dənə bir sual izah edəcəm. Overtime bilirsiniz, oyun overtime nə zaman gedir? Hamı bilir bunu, onsuz da bərabərə olduqda. Bərabərə olduqda, amma hamının bildiyi bir şey var ki, oyunda İlk iki xalı qazanan oyunun qalibi olur. Hamımız belə bilir ki, müəllimlər, overtime nəzərə alınmaqla ilk iki xalı qazanan oyunun qalibi ola bilir. Amma burada bir xırda məqam var ki, o ilk iki xal olmaya bilir. 3 də ola bilir, 1 də ola bilir. Nədir? Baxın, sizə deyir ki, overtime nəzərə alınmaqla komandalar arasında maksimum və minimum. Biz bunu deyirik ki, ilk iki xalı qazanan oyunun qalibi olur. Yaxşı, maksimum deyəndə neçə xal ola bilir? Maksimum deyəndə 3 xal olur, minimum deyəndə 1 xal olur müəllimlər. Gəlin görək bu 3 nəfər olur, 1 nəfər olur. Baxın, hesab tutalım deyə hansı xalda bərabər olmağından asılı olmayaraq bu dəyişməz bir şeydir. 15-15 də ola bilər, 20-20 də ola bilər, fərqi yoxdur. Nətər olsun, maksimum 3 xaldır, minimum 1 xaldır. Bu nətər olur? Gəlin deyək, A komandası 15-dir, B komandası da 15-dir. Belə gediblər. A komandası gəlir, A. Birinci atdığı xalı atır buradan. Eləyir 16, düzdürmü? İkinci xaldı yenə A komandasının özü qazanır və ikinci atacağı xalı atır buradan A komandası. İndi atdı da buradan. Buradan da atır, qazanır 2 xal. 16 üstə gəl 2 bərabərdirmi? Neçə? 18. Neçə xal fərqi yarandı müəllimlər? 3 xal fərqi yarandı mı? Bu oldu maksimum. Müddətsiz overtime nəzərə alınmaqla komandalar arasında maksimum 3 xal fərqi ola bilər. İndi 1 xal fərqi nətər olur? 1 xal fərqi. A komandası birin buradan atır, sonra gəlir B komandası da birin buradan atır. Olurlar 16-16, düzdürmü? Sonra gəlir A komandası yenidən birin buradan atır. Onda olurmu 17-16? Görürsünüzmü? Minimum oldu 1 xal. Yəni sizə sual düşsə ki, overtime nəzərə alınmaqla komandalar arasında maksimum neçə xal fərqi olar? 3 xal. Minimum neçə xal fərqi ola bilər? Minimum isə 1 xal. Demirəm sizə ki, oyun necə qalib müəyyən olunur. Qalib müəyyən olunmaqdan ötürü, bəli, ilk 2 xalı qazanan oyunun qalibi ola bilir. Amma bu ilk 3 xal da ola bilər. Yəni ilk 3 xal deməyək də ona maksimum 3 xal qazanıla bilər, minimum 1 xal fərqi ola bilər. Buna mütləq şəkildə diqqət edin. Yəni bu yox kimi bir şeydir, heç bir yerdə olmayan bir şeydir.